Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub. Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada keçiriləcək hərbi paraddan əvvəl Azərbaycan Dövlət Başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Missiya xəbər verir ki, bu barədə Ermənistanın Caqovort qəzeti məlumat yayıb. Bildirilib ki, görüş zamanı Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsi haqqında hansısa sənədi imzalayacaqlar. Qeyd edək ki, mayın 9-da qələbənin 80 illik münasibəti ilə Moskvada hərbi parad təşkil olunacaq və bir çox liderlər bu tədbirə qatılacaq. Aprelin 10-u saat 20:55-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Missiyaza Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Vətəndaşların bank kartlarından 24.864 manat kiber üsulla uğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından uğurluqlar davam edir. Kartın üzərindəki CVV, CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar yaxud pul yoxdursa kredit formasında sizə zərər vuracaqlar. Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Real Media saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. ABA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xəmməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi. Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ittiham edilib. Qubadlıda qazıntı zamanı insan sümükləri aşkarlanıb. İnsan skeletinin qalıqları rayonun Dəmirçilər kəndində qazıntı işləri aparılarkən aşkar edilib. Faktla bağlı rayon prokurorluğu araşdırmaya başlayıb. Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib. Təbibdən verilən məlumata görə 11 aprel 2025-ci il tarixində saat 03:00 radələrində Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səid adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasientlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. İlkin məlumata görə həmin şəxslər tortdan zəhərləniblər. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.